Salam, hər vaxtınız xeyir. Əziyyət çəkib dərman göndərdiniz bizə, çox sağ olun. Bu da Regina bağımızda olan süni mayalandırma nəticəsi. Gözəl tutum var və böyük gilaslar da var, xırdalar da var. Zəhmət olmasa bunların tökülməsinin qarşısını almaq üçün də bir-iki dərman vasitəsi desəydiniz, istifadə edərdik. Gördüğünüz bu videoda bir tozlayıcısı olmayan Regina bağıdır və bağa tətbiq olunan 2,4 dixlorofenoxasetik asid və beta-naftoxasetik asid kompleks hormonunun nəticəsidir. Mən sadəcə sınaq üçün hər kəsə 20 sot pay göndərmişdim ki, nəticəsinə görə növbəti il daha rahat istifadə edəsiniz. Çünki bu prosedur, bu hormonların tətbiqi dünyada ilk dəfə olmaqla biz tətbiq etmişik. Ona görə də sırf nümunə göndərmişdim. Dünyanın hər yerində 2,4-D'ni herbisid olaraq istifadə edilir. Bu mənim şəxsən hesablamalarıma dayanan bir təcrübədir. Şükürlər olsun ki, çox gözəl də nəticələri oldu. Gördüyünüz kimi meyvələrin böyük əksəriyyəti partenokarpik meyvələrdir. Süni və ya təbii mayalanma olmadığı halda çiçək özü birbaşa qızarıb solur və tökülür yerə. O vəziyyəti də videonun axırında paylaşacağım. Yəni konkret olaraq onunla bunun arasındakı fərqi biləsiniz. Bu konkret mayalanmış meyvələrdir videoda görsənənlər. Bundan sonrası üçün ağac artıq mayalanan, mayalanmayan meyvələri seçib ayırır və mayalanmayanları yerə tökür. Burada 2,4 sizə o kömək edir ki, mayalanmayan meyvələrin ağac tərəfindən tanınmasını önləyir. Yəni belə desək ki, daha yaxşı anlaşılar ki, elə fərz edin ki, toyuğun altına ördək yumurtası qoyub başını aladırsınız. Yəni 2,4 sizə həmin funksiyanı yerinə yetirir ağacda. Qaldı bundan sonraki fəaliyyətimiz. Bundan sonra ağaclara maksimum səviyyədə su vermək. Nə qədər imkanımız var artıq olsa heç bir problem yaratmayacaq bizə. Yəni indi yaz dövrüdür. Nə qədər suyu çox versək, o qədər faydası var. Və yarpaqdan da tona 2 litr saf kalsi, 400 qram amino asid və 3 gün arayla 2 litr gigant, 400 qram dəniz yosunu və salam. Bunu təkrarlaya da bilərsiniz. Bir dəfə də versəniz də kifayət eləyir. Sadəcə burada məqsəd ilkin etapda, indiki dövründə tez bir zamanda tədbirli olmaq lazımdır. Çünki sadəcə burada 3-4 günün içində, bir həftənin içində meyvələrin ölçüsünü ən az 2 mm artırmaq lazımdır ki, tökülmə etabından keçsin. Vəziyyət tökülmə mərhələsi var da, həmin mərhələni keçsin. Biraz şişirtmə əldə eləsək, Giberalin də istifadə oluna bilər, saf kalsi ilə gigant da istifadə oluna bilər. Yəni belə, bu şəkildə yəni əsas məqsədimiz burada suyu bol vermək və azotda eyni zamanda azot ehtiyacı da indi bu dəqiqə verilməlidir. Mayın onundan sonra da qumatlarla başlamaq lazımdır sulamağa və nəticə etibarilə bu görünən meyvələrin təxminən 90%-ni tutmaq mümkündür. Yəni mən sizə bir video paylaşmışdım Ellori bağından ki, özümə belə bəlli deyildi. Bu töküləcək, tökülməyəcək. Həmin bağda bir dənə meyvə tökülmədi yerə. Dediyim kimi, suyunu mümkün qədər artıq verin və kalsi ilə, kalinlə mütəmadi xidmət göstərin ki, tökülmələr baş verməsin. Belə. Ay qurban, bizi niyə aldatdın qurban? Bizə deyirin ötürü yerdən ha qurban. Dedin yaxşı olacaq, yaxşı olmadı. Gələn şapıldatdı, gedən şapıldatdı.